Hamıya salam, mən Gülya Mexra, Sevimli Dad kanalıma xoş gəlmisiniz. Mən bugün çox asan və ucuz başa gələn üz üçün qırışları və ləkələri aparan maska hazırlayacağam. Bunun üçün bizə lazım olacaq sadəcə qatıq, kartof kraxmalı və yumurtanın ağı. Qatıq dərini nəmləndirir, kraxmal ləkələri aparır, yumurtanın ağı isə dərini dartır. İndi isə keçək maskamızın hazırlanma qaydasına. 1 ədəd yumurtanın ağını qaba tökürük, yaxşı-yaxşı köpüklənə qədər çalırıq. Sonra isə 1 xörək qaşığı kraxmal əlavə edib yenə də yaxşı-yaxşı qarışdırırıq. Ən sonda da 1 xörək qaşığı qatıq əlavə edib qarışdırırıq. Maskanı yaxşı-yaxşı həll edirik. Artıq maskamız hazırdır. Fırça və yaxud da pambıq köməkliyi ilə maskanı göz altına vurmamaq şərti ilə üzünüzə vurursunuz və 5 dəqiqə gözləyirsiniz. 5 dəqiqə keçəndən sonra bir dəfədə maskadan üzünüzə vurursunuz və yenə də 5 dəqiqə gözləyirsiniz. Son 5 dəqiqə keçəndən sonra üzünüzü ilıq su ilə yuyursunuz və dəsmalla qurulayırsınız. Düzdür, ilk istifadədə bunu hiss etməyəcəksiniz, amma getdikcə, istifadə etdikcə fərqi görəcəksiniz. Deməli, bu maskanı həftədə 2 dəfə etmək lazımdır. Həftədə 2 dəfə etmək şərti ilə 2-3 ay bu maskanı dayanmadan istifadə edirsiniz. Və 2-3 aydan sonra fərqi özünüz görəcəksiniz. Üzünüzdəki olan şıram ləkələri və yaxud da pürüşük ləkələri yox olub gedir və qırışlar da azalır və sifətiniz açılmağa başlayır və çox yumşaq olur, gözəlləşir. Mən də bugün bu maskanı istifadə edəcəm. Əgər sizə istifadə etsəniz, fərqi görsəniz, aşağıda mənə yazmağı unutmayın. Əgər bu videomu bəyəndinizsə, kanalıma abunə olub və like etməyi yaddan çıxartmayın. Sağ olun, hələlik.